Arkada görünən körpü Filfili körpüsüdür. Və Oğuzun ən gözəl dağ kəndlərindən biridir. Yəni desələr ki, 3 dənə Oğuzun ən gözəl kəndini say, içindən mütləq Filfili olacaq. Bu gün praktik olaraq Oğuzda ekoturizm adına ilk addımı atmış olduq. Əvvəldən bunun nəzəri əsasları hazırlanırdı. Hansı istiqamətlərdə turistlər üçün dağ cığırları hazırlana bilər. Bu prosesi Şəki Regional Turizm İdarəsi təşkil edir. Oğuzun mərkəzindən yaxındakı kəndlərə, Başdaşaldan Şəki tərəfə fərqli istiqamətlərdə olacaq. Marşrutlar yekunlaşdıqca da həm biz videolarını çəkəcəyik, həm də bunun nəticədə xəritəsi hazırlanacaq, təqdim olunacaq insanlara. Biz dağ turizmindən ya da ekoturizmindən danışanda insanlar çox vaxt alta yazırlar ki, ayı var, ehtiyat eləyin, başqa heyvanlar zərər verər və s. Bax, elə deyil. Niyə? Çünki bizim regionda ayıların qida rasionunda insan yoxdur. Yəni sonunuz dəfə nə vaxt eşitmisiniz? Bir ayı gəldi, kənddən insanları ovladı, getdi. Ovçular gedirlər, ayını yaralayırlar, hücum eləyə bilər. Odunçu vurar, kötük düşər, ayını zədələyər, hücum eləyər. Bu hallarda. Yoxsa ayının normal gündəlik qidasında biz yoxuq. Son zamanlarda da, yəni düşünsəz 10 ildə bir dənə, bəlkə 2 dənə ayı kiməsə hücum elədi, xəbər eşitmiş olarsınız. O qədər çox deyil. Dağlarda, hələ bura deyək ki, biraz meşəli ərazidir. 2000 metrdən yuxarıda yaylaqlar var. Orada ən təhlükəli şey çoban itidir. Başqa heyvanlardan bir zərər olmur. İkinci tərəfdən Azərbaycan Qafqaz dağlarında yerləşən bir ölkədir. Bizə gələn turistlər dağ istəyirlər. Deyirlər ki, Qafqaz ölkəsidir də. Sizdə dağlarda hara var? Şəkiyə gələn, Qaxa gələn ya da bura xarici turistlər gəzmək istəyir. Biz bunun içərisində yaşayırıq. Biz deyirik ki, dağa çıxmaq əziyyətdir də. Uzağa qalxırsan, odun düşürürsən. Narahat bir fəaliyyət kimi gözümüzdə canlanır. Amma xaricilər Qafqaz dağlarını görmək istəyirlər. Hər bir otunu, ağacını, bitkisini, o havanı duymaq istəyirlər. Ona görə bu gözlə baxsaz dağ turizmini biraz başa düşə biləcəksiniz.